Salam əziz izləyicilər, mən Fizika Akademinin 2 üzrə təlimçisi Fatimə Həşimova. Bugün sizinlə həll olmaya təsir edən amillərə nəzər yetirəcəyik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həll olmaya təsir edən amillərdə birincisi həll edici və həll olan maddənin təbiətidir. Gəlin yazaq. Həll edici və həll olan maddənin təbiəti. Deməli, polyar həlledicilərdə hansı ki su, spirt, maye, amonyak bura aiddir. Polyar həlledicilərdə polyar və ion rabitəli maddələr yaxşı həll olur. Polyarda deməli həll olanlar hansılardır? Polyar həlledici. Polyar və ion rabitəli maddələr. Yəni yadda saxlayın da polyarda polyar yaxşı həll olur. Polyar həlledicilərdə polyar və ion rabitəli maddələr yaxşı həll olur. Amma qeyri-polyar həlledicilərdə qeyri-polyar həlledicilərdə isə hansı ki bura aiddir, deməli tetraxlormetan, karbon disulfid və s. Bunlar isə qeyri-polyar maddələrdə yaxşı həll olur. Daha doğrusu qeyri-polyar maddələr yaxşı həll olur. Maddələr həll olur. Yəni polyar həlledicidə polyar və ion rabitə, qeyri-polyarda isə qeyri-polyar maddələr yaxşı həll olacaqdır. Həll olmaya təsir edən ikinci amil isə temperaturun təsiridir. Temperatur təsiri. Belə ki, temperatur artanda bərk maddələrin suda həll olması artır. Temperatur artanda bərk maddələrin suda həll olması artır. Gəlin bunu bir qrafikdən göstərək. Aha, KH həll olmanı simvolizə edir. T-ni də yazırıq. Deməli, temperatur artırsa, bu zaman bərk halda olan maddənin həll olması artacaq. Məsələn, tutaq ki, X bərk halda olan maddədir. Amma temperatur artanda qazların suda həll olması azalacaq. Bir dənə də gəlin qaz göstərək. Y-də qaz olsun. Deməli, temperatur bərklərin suda həll olmasına yaxşı təsir edir, qazların suda həll olmasına isə əksinə pis təsir edir. Temperaturdan başqa təzyiqin təsiri vardır. Təzyiqin təsiri. Yəni, maddələrin suda həll olmasına təzyiq də təsir göstərir. Amma necə təsir göstərir? Baxın, bərk və mayelərə təsir göstərmir. Bərk və maddələrin suda həll olmasa təzyiq təsir göstərmir. Amma qazların yəni həll olmasına təzyiq müsbət təsir göstərir. Müsbət təsir göstərir. Yəni qazların həll olması təzyiqlə düzü mütənasibdir. Amma bərk və mayələrin həll olmasına isə təzyiq təsir göstərmir. Bunu da qrafik olaraq ifadə edək. Yenə KH həll olmamızı, burada artıq P təzyiqdən asılılığını göstəririk. Konstantdırsa, deməli bu X, yəni bərkdir və yaxud da ki, bir dənə də Z maye götürək. Çünki bərk və mayələr təzyiq təsir göstərmir. Amma artıq artma müşahidə olursa həll olmada, deməli Y qaz halındadır ki, təzyiq artıbsa, Y qaz olan Y-in də suda həll olması artıbdır. Yəni həll olmaya təzyiqin təsiri bu formadadır. Aha. Gəlin buna aid bir dənə deməli məsələyə nəzər yetirək, bir dənə məsələ həll edək. Gəlin bir dənə qrafik çəkək. Yəni qrafik məsələləri çox olur bu tapşırıqlarda. Deməli, KH-ın da vahidi, bilirsiniz, qram bölü litridir və temperaturdan təsirini göstərir. Tutaq ki, bir dənə X bərk halda olan X maddəsidir və o
40 dərəcə temperatur olsun və həll olması olsun 250. Biri də olsun 80 dərəcə temperatur. Burada da həll olma olsun 500. Deməli, belə bir qrafik çəkək. Və qrafikə əsasən 300 qram məhlulu, baxın, 300 qram məhlulu 80 selsidən 40 selsiyə qədər soyutsaq. Neçə qram duz çökər? Neçə qram duz çökər? Sual işarəsi. Deməli, qrafikə əsasən biz bunu həll edirik də. 300 qram məhlulda 40 dərəcədən 80 dərəcədən 40-a qədər soyutsaq neçə qram duz çökər? Əvvəlcə gəlin 40 və 80 dərəcədə doymuş məhlulların kütləsini tapaq. 80 dərəcəyə baxsaq, 80 dərəcədə uşaqlar, 80 dərəcəyə baxsaq, ona uyğun gələn KH 500 qramdır da, daha da qram bölsün litrdir də, düzdürmü? Biz də nə demişdik? Əgər KH-ın miqdarı 500-düsə, deməli o 1000 milli suda həll olan 500 qram duzu göstərir də. Deməli biz orada deyə bilərikmi? Orada 1000 milliqram su var. Zaten suyun da sıxlığı bir olduğuna görə, üstə gəl 500 qram da duz. Cəmi məhlulun kütləsi 1500 olarmı? 1500 qram məhlulun kütləsi olar. Yazıram. Məhlul. Məhlulun kütləsi yazırdıq. Bəli, məhlul. Məhlul. 1500 qramdır. Əla. Gəlin indi 40 dərəcəyə baxaq. 40 dərəcədə isə 250-dir KH. Bu zaman 1000 milli suda 250 qram duz deməkdir. Yəni bu birincisi 80 dərəcədə idi. İndi 40 dərəcədə məhlulun kütləsi isə nəyə bərabər olacaq? 1000 üstə gəl 250 edəcək 1250. Əla. Və biz görürük ki 80-dən 40-a doğru keçiddə 1500 idi məhlul, olub 1250. Burada nə qədər çökmə var? 250 qram çökmə müşahidə edirik. Yəni, qrafik əsasında çökməni təyin elədik. İndi 1500 qram məhlul soyuyanda gördük ki, 250 qram duz çökür. Bizə nə qədər verib məhlulu? 300 qram məhlul soyuyanda nə qədər duz çökər? X qədər. X-i buradan təyin eləsək, 250 vur 300 bölünsün 1500. Gəlin təyin edək. O da eləyəcək 50 qram. Yəni 50 qram duzun çökməsini biz müşahidə etmiş olduq. Əla. Bugün sizinlə həll olmaya təsir edən amillərə nəzər yetirdik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti dərslərdə görüşənədək.